Diqqət etsən, insanların qısqanclığını çox vaxt etdikləri zarafatlardan başa düşmək olur. Çünki insan psixologiyası qısqandığı şeyi kiçiltməyə ya da üstündən zarafatlar eləməyə meyilli olur. Bir də belə olur. Zarafat eləyir, amma sən bilmirsən, həqiqətən gülür, yoxsa sənə söz atır ya da dolayısıyla nəsə deyir. Ona görə də adam fikirləşir ki, bu indi məni tərifləyir, yoxsa ələ salır. Əslində sadə qayda var. Zarafat edilir, hər iki tərəf gülür. Əgər tərəflərdən biri gülmürsə, daha çox incinirsə içdən-içə, bu artıq dolayısı yolla incitmə deməkdir. Belə insanların başqa bir tipi daha var. Hər şeyi bilmək istəyirlər. Yəni boş maraq. Sənin haqqında nə varsa öyrənirlər ki, sonra lazım olanda ya istifadə etsinlər, ya da səni idarə etsinlər. Çünki nəzarət eləməyi sevirlər. Nəzarət edə bilmədikləri şeylər isə onları çox narahat eləyir. Sən sərhəd qoyanda da problem yaranmağa başlayır. Belə danışmasını, sənə xoş olmadığını deyəndə sən çox həssassan, zarafat elədik, çox abartdın kimi sözlərlə özlərini